Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban olan Allah'ın adıyla. Hər birinizə Allah mütəalının salamı olsun. Allah itaat və ibadətlərinizi inşallah ki, ən ali dərəcədə qəbul eləsin. İnşallah ki, biz bugün bir mövzu barəsində danışacağıq. Həmin mövzu da müvəffəqiyyət, yəni uğur barəsindədir. Əlbəttə, Allah mütəal yaratmış olduğu bəndələrini hər zaman yaxşı işlərin barəsində çalışan görmək istəyir. Onları istəyir ki, çalışqan görsün, nəsə nailiyyət əldə etmək istəyən halda görmək istəyir. Amma bəzən biz bunun da həddini bilmirik. Bəli, Allah istəyir ki, bəndələri çalışsınlar, ruzi qazanmağa çalışsınlar, uğur qazanmağa çalışsınlar. Bu növ bütün halal müvəffəqiyyətləri qazanmağa çalışsınlar. Amma eyni zamanda da Allah bəndəsinə buyurur ki, gərək bəndə unutmasın. Nəyi unutmasın? Bəndə unutmasın ki, İnnəmə hazihil həyatud dünya məta. Bu dünya müvəqqəti bəhrələnmək üçün bir yerdir. Və innəl axirətə hiyə darul qərar. Axirət evi qərar evidir, sabitlik evidir. İnsan həyatda yaşadığı zaman bu həqiqəti unutmamalıdır ki, bu dünya müvəqqətidir. Mən nə əldə etmiş olsam belə o mənim əlimdən çıxacaq. Bunu unutmamalıyam. İnsanın biz ötən dəfədə danışdıq, bütün insanın həyatının mənfi mənada dəyişən əsas o cəhətlərdən də biri budur ki, insan unutmağa başlayır. İnsan Allahı unutmağa başladıqdan sonra əlbəttə ki, özünün faniliyini də unutmuş olacaq, bu dünyanın müvəqqətiliyini də unutmuş olacaq, yəni hər şeyi unutmuş olacaq. İnsan da Allahı unutdursa artıq yerdə qalan heç bir şey önəmli olmur. Çünki başlayır bu sırayla hər şeyi unutmağa. Sonra bir gündə gözünü açır, görür ki, artıq iş işdən keçib, mən öz həyatımın böyük hissəsini yaşamışam, sabah bir gün dünyamı dəyişəcəm, azuqə olaraq da əlimdə heç nə yoxdur. Əlbəttə, deyə bilərsiniz ki, onda ölüm varsa, bu həyat bu qədər müvəqqətidirsə, biz belə olan halda bizim çalışmağımızın nə manası var? Elə deyil. Allah deyir ki, sən çalış. Elə bizdə bir söz yayılıb, elə bilirik ki, elə dindar adam gərək kasıb olsun. Elə deyil. Əksinə, insan çalışsın. Nə qədər insanın halal olaraq, halaldan nə qədər çox ruzisi olsa, o qədər yaxşıdır. O qədər çox ruzisi olsa, bu qədər də çox adama kömək eləyə bilər, yardım eləyə bilər. Amma burada diqqətli olmalıdır ki, bu əldə etmiş olduğu ruzi ona sahib olmasın. Adam özü o ruzisinə sahib ola bilsin. Buna diqqət eləməlidir insan. Yoxsa nə var ki, Allah istəyir ki, nə qədər çox imkanın olursa olsun. Problem burada yoxdur ki. Problem orada olacaq ki, sən o imkana sahib ola bilməyəsən, həmin imkan sənə sahib olsun. Problem burada olacaq. Yoxsa heç də din kasıb insan görmək istəmir. İmam Əli əleyhissalamın bir kəlamı var, deyir ki, kasıb insan öz vətənində də qəribdir. Din istəmir ki, insan kasıb olsun. İndi çalışırsansa, indi əldə elə bilmirsənsə, bu ayrı bir mövzudur. Amma belə deməyək ki, elə din istəyir ki, cəmaat elə acından ölsün, belə bir şey yoxdur. Və siz baxsanız, amma insan həm də burada diqqətli olmalıdır ki, müvəffəqiyyət qazanmaq, uğur qazanmaq insanı yoldan çıxartmasın. Elə çox adam da var, uğur qazanmaqdan, o müvəffəqiyyətdən başı gicəllənir. Görsən Allahın yolundaydı, biraz bir şey qazandı, Allahın yolundan çıxır. Elə bilir ki, nəsə özü qazanır. Hətta Təkasür surəsində Allah mütəal buyurur ki, Əlhəkumut təkasür. Çoxluq sizi yayındırdı, sizi çaşdırdı. Görsən, bir adamın çox da imkanı yoxdur. Elə hamıdan əvvəl gəlirdi namaza. Biraz imkanı başladı yaxşı olmağa. Biraz əlinə bir imkan gəldi. Görsən ki, Allahla elə davranır ki, elə bir şey bu həmin adam deyildi. Çoxumuzun da Allahla münasibətimiz təəssüf ki, bunun üzərindədir. Bir şeyə ehtiyacımız olanda tez Allahı xatırlayırıq. Elə ki, bir şeyə ehtiyacımız olmadı, heç kim yadımıza düşmür. Xüsusən də Allah mütəal bizim yadımıza düşmür. Təəssüf ki, belədir. Biz ümumiyyətlə bir çoxumuz beləyik. Elə ki, keyfimiz yaxşı olur, əhvalımız yaxşı olur, dünyaya da başqa cürə baxırıq. Elə ki, bizim keyfimiz olmur, qəmli oluruq, kədərli oluruq. O tanışlardan biri deyirdi, adamın keyfi olanda elə televizorda yandırırsan, elə
hara istəyirsən çevirəsən, tez o həmin kanalı da tapırsan. Elə kimə zəng eləmək istəyirsən, telefonu çıxaran kimi tez yadva düşür ki, filan kəsə zəng edərsən. Elə ki, adamın kefi olmur, qəmli olursan, ya belə biraz nəsə iş yolunda getmir. Elə televizorda yandırırsan, bilmirsən neçə hara verməliydin, telefonu götürürsən, kimə zəng eləməlisən, heç yadında olmur. Adam ümumiyyətlə əhvalı yaxşı olanda dünyanı başqa cürə görür. Əhvalı pis olanda dünyanı yenə başqa cürə görür. İndi bizim əhvalımız yaxşı olanda Allahla da münasibətimiz təəssüf ki, belə olur. Əhvalımız yaxşı olanda başqa cürə davranırıq. Əhvalımız olmayanda başqa cürə davranırıq. Halbuki bunların hamısının kökündə o dayanır ki, insan öz arzularının sərhədini müəyyənləşdirə bilsə, insan çox da günah eləməz. İmam Əli əleyhissalam buyururdu ki, mən ətələ əmələhu səə əməluh. Buyururdu ki, arzusu artanın əməli pisləşər. Bu o demək deyil, adamın arzusu olar da, arzusuz adam yaşaya bilməz ki. Amma sənin arzun yaxın hədəflər üçün olsun. Uzaq hədəflər üçün olmasın. Elə də olmasın ki, elə birinə çatdın, o birində gözün qalsın, beləcə sən çatmış olduğun o müvəffəqiyyətin sevincini yaşaya bilməyəsən, gözün də elə həmişə o birlərində olsun, elə olmayacaq. Bir xüsusiyyəti də var ki, insanın, biz hamımız öz həyatımızı başqa insanla müqayisə edəndə necə eləyirik? Filan kəsdə filan şey var, məndə yoxdur. Heç belə müqayisə eləmirik ki, məndə filan şey var, onda yoxdur. Belə müqayisə eləmirik. Və biz çox zaman da müqayisə eləyəndə kiminsə çətinliyini gözümüzün önünə gətirmirik. Onda çətinlik var, o çətinliyi görürük. Elə sevinci görürük. İndi o sevincə çatmaq üçün nə qədər çətinlikdən keçirib, heç o bizim yadımıza düşmür. Amma yadımıza düşən nədir? Onda o var, məndə yoxdur. İndi onda o var, onun imtihanı nədir, onun çətinliyi nədir, heç o bizim xatirimizə düşmür. Yaxınlarda tanışlardan biri deyir ki, bir evin yanından keçirdim, deyir 20 ildir o evin yanından keçirəm. Azı 20 il var. Deyir, çox belə dəbdəbəli evidir. Elə keçəndə deyir, düşünürdüm ki, Allah sahibinə sağlıq versin, nə yaxşı bir evdir. Deyir, bu dəfə keçəndə gördüm ki, evin qapısı açıldı. Gördüm ki, fiziki məhdudiyyəti olan bir körpəni gördüm. Körpə də demək olmazdı, bir az yaşları olardı, bir 10-11 yaşında. Bir arabadaydı. Deyir, onda düşündüm ki, mən 20 ildir, bax, nə düşünürdüm? Düşünürdüm ki, bəs sahibi, amma fərqli düşünürdüm. İndi bu mənzərəni görəndən sonra düşündüm ki, onun da öz çətinliyi var. Hamının öz sıxıntısı var, hamının öz çətinliyi var, öz narahatlığı var. İndi bizə demirsə o demək deyil ki, bizə demir. Bizə demirsə o demək deyil ki, onun çətinliyi yoxdur. Hamının özünə məxsus bir narahatlığı var. Peyğəmbər və Ali Peyğəmbərə bir salavat zikr eləyək. Allah-u Teala Quran-ı Kərimdə buyurur ki, İnnəmə əmvalukum və əvladukum fitnə Vallahu indahu əcrun azim. Allah buyurur ki, sizin mal dövlətiniz və övladlarınız sizin üçün imtihandır. Bəli, ola bilir ki, insanın malı da, dövləti də insan üçün imtihan vasitəsi olsun. Və buyurur ki, ən böyük mükafat Allah yanındadır. Yəni, hətta mal dövlət də olsun, övlad da olsun, insanın dəyərli, qiymətli hesab etmiş olduğu hər bir şey onun üçün imtihan ola bilər. Yəni, elə bir şey olsun ki, onda imtihan olmayacaq, belə bir şey yoxdur. İnsan üçün ən müqəddəs olan imandır, Allah da insanı ən çox imanı ilə imtihan edir. Yəni, bu təbiidir. Amma Allah insana digər tərəfdən də bunu xatırladır ki, فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاتُ الدُّنْيَا Deyir, nə badə dünya həyatı sizi aldatmış olsun. Yəni, elə olmasın ki, dünya həyatı sizi aldatsın. Dünyanın insanı aldatmağı digərlərinin insanı aldatmağına bənzəməz. Çünki insan bir ömür yaşayar, axırda bilər ki, dünya məni aldadır. Dünyanın aldatmağı da başqalarının hilə qurmasına bənzəməz. Dünya deyir, elə əvvəldən bil ki, mən səni aldadacam. Əvvəldən bil ki, mənim səndən dostluğum çox uzun müddət davam eləməyəcək, bir müddət davam eləyəcək. Bundan xəbərim var. Yəni, mənə bel bağlama. Dünya belə baxanda o çox vəfasızdan yaxşı vəfasızdır. Deyir ki, mənə bel bağlama. Əvvəldən bil ki, mən Süleymanla yola getməyən adamam, yəni mənə bel bağlama.
Allahın qüdrət verdiyi, səltənət verdiyi Süleyman, Həzrəti Süleyman Peyğəmbər dünyasını dəyişəndə heç o ətrafdakıların xəbəri olmadı. Allah deyir ki, Quran-ı Kərimdə bir ağac qurdu göndərdi, həmin qurd əsanı başladı, yedi. O vaxta kimi yedi ki, Həzrəti Süleyman dünyasını dəyişmişdi, amma əsaya söykənmişdi. Həmin əsa ki, o yerindən tərpənmiş oldu, o yerə kimi yemişdi. O ki, elə Həzrəti Süleyman Aleyhisselam yıxıldı, yıxılanda ətrafdakılar bildi ki, səndə Həzrəti Süleyman dünyasını dəyişir. Bu boyda güc, qüdrət sahibi olan Həzrəti Süleymanın dünyadan köçməyinə baxın. Yəni, dünya üçün fərq eləmir. Dünyanın təbiəti budur. Və bir yerdə də Həzrəti Peyğəmbər Səlavatullah buyururdu ki, Hubbud dünya rəasu kulli xətiyə. Bütün o xətaların başı, əsası dünya sevgisidir. Dünyanı sevəndən sonra insan başlayır səhvlər eləməyə, insan başlayır çox yerdə nöqsanlara yol verməyə. Bu dünyanı sevməyə başlayandan sonra olur. İmam Əli əleyhissalam dünyaya bağlı olan insanın qəlbində buyururdu ki, 3 xislət olar. Deyirdi, birincisi sonsuz qəm qüssəsi olar. Bir adam dünyaya bel bağlayıbsa, dünyaya sevgisi çoxdursa, həmişə görərsiniz ki, qəm qüssədədir. Fərqi yoxdur, onun nəyi var, nəyi yoxdur, çox şey ola bilər, amma hillə qəm qüssədədir. Heç sevinə bilmir, heç sevincli ola bilmir. İkinci xüsusiyyəti budur ki, onun həmişə əldə edilməyən bir arzusu olar. Bir arzusuna çatar, amma o bir arzusu dərhal elə bir ki, yadına düşəcək ki, birinə çatmışam, birinə çata bilməmişəm. Həmişə onun əldə edilməyən bir arzusu olar və onun həyata keçməyən bir ümidi olar. Elə şeylərə ümid bəsləyər ki, onun həyata keçmək mümkün deyil. Yeganə ümid mənbəyi Allah mütəaldır ki, insan ona ümid bəsləmiş olsa, heç bir zaman yarı yolda qalmaz. Allahdan başqa kimə ümid bəsləsə, o yarı yolda qalacaq. İndi burada bir məsələ var ki, Allah mütəal bir qudsi hədisdə Həzrəti Musa əleyhissalama belə buyurdu ki, dünyadakı arzuların uzun-uzadı olmasın. Əks halda qəlbin bərkimiş olar, qəsavətli olar. Və deyir ki, Allah mütəal davamında qəlbləri daş olanlarda mənim dərgahımdan uzaqdırlar. Kimin də əgər qəlbi daşlaşmış olsa, o Allahın rəhmət və mərhəmətindən uzaqlaşmış olar. Bilirsiniz, bütün həyatın icmalı Allah mütəalın Quran-ı Kərimin Ənbiya surəsində buyurmuş olduğu bir ayədir. Bütün həyatı siz baxsanız, bütün həyatın icmalı bu ayədir. Hansı ayə? Allah mütəal buyurur ki, Kullu nəfsin zaiqətul mavt. Hər bir nəfs, hər bir canlı ölümü dadacaq. Bu birinci həqiqətdir. Ən çətin olan həqiqətdir ki, Allah onu bizə əvvəldə deyir. Axırda demir, əvvəldə deyir. Ayənin əvvəlində deyir. Sonra da buyurur ki, Allah mütəal və nəblukum bişşərri vəl xeyri fitnə. Deyir ki, biz sizi xeyr və şərlə imtihan edərik. Həm xeyrlə imtihan edərik, həm şərlə imtihan edərik. Sonra da buyurur ki, və iləynə turcaun. Sonra da siz bizə tərəf qaytarılacaqsınız. Bütün həyatın icmalı bundan ibarətdir. Kim yaşayırsa bunu yaşayır və elə bir şey yoxdur ki, elə bir adam yaşasın, buradakılar onun başına gəlməsin. Hamı dünyasını dəyişir. Hamı imtihan olunur. Hamı axırda Allaha tərəf qaytarılır. Mütləq belədir. Fərqi yoxdur, sən Allaha inansan da belədir, inanmasan da belədir. Mütləq belədir. İndi bütün bunları bizim danışmağımızın mənası nədir? Danışmağımızın mənası budur ki, xüsusilə bu dövr insanın yaşamağı daha çox unutduğu dövrdür. Görürsən ki, insan yaşamağı sonraya saxlayır. Fərqi yoxdur, bir adam görürsən imkanlı adamdır, o da yaşamağı sonraya saxlayır. Bilirsiniz, həyat insanın başına o qədər qatır ki, bir gözünü yumursan, bir gözünü açırsan, görürsən ki, illər keçib, sən də yaşamağı sonraya saxlamısan. Yaşamağı sonraya saxlamaq olmaz. Ömrü sonraya saxlamaq olmaz. Biz ki, deyirik, filan şey olsun, filan şey olandan sonra, misal üçün, başlayacağım, filan işi görəcəm, olmur. Olmur.
Görürsən ki, elə həmişə o sənin istəmədiyin bir şey var, o şey sənin başına gəlir. Sənin istədiyin bir şey var, o da sənin həyatında olmur. Bu Allahın bir hikmətidir. İnşallah Peyğəmbər və Ali Peyğəmbərə bir salavat zikr eləyək. Mən inşallah sözümü bitirəcəm Allahın izni ilə, inşallah ki, axır hissəsidir. Peyğəmbər və Ali Peyğəmbərə bir salavat zikr eləyək inşallah. Və bütün bu danışdıqlarımızın mənası budur ki, Allah istəyir ki, Allah insana nə qədər ki ömür verib, nə qədər ki əlimizdə fürsətlər var, bu fürsətləri dəyərləndirə bilər. Bunları sonraya saxlamayaq. İndi biz gözləsək, əgər hər şey biz istəyən kimi olacaq, sonra biz başlayacaq həyatımızı dəyərləndirməyə, misal üçün ibadət eləməyə, yaxşılıqlar eləməyə çox gecdir. Çox vaxtda bu mümkün olmayacaq. Elə adam yoxdur ki, onun bütün istədikləri istədiyi kimi olsun. Belə mümkün deyil. Həyatın təbiətində bu şey yoxdur. Həzrət Əli əleyhissalamdan soruşdular ki, ey möminlərin əmiri, sabahı necə açdınız? Həzrət də buyurdu ki, öz sabahımı, ruzimi yeyib, əcəlimi gözləyərək açdım. Sonra buyurdular ki, bəs dünya haqqında nə deyirsiniz dünyanın barəsində? Həzrət buyurdu ki, əvvəli qəm-qüssə, axırı da ölüm olan bir yurt haqqında, bir diyar haqqında nə deyim? Oradakı zəngin möhtac olar, möhtac olan kədərli olar. Onun halalında hesab var, haramında da cəhənnəmin odu var. Sonra soruşdular ki, ən qibtə olması insan kimdir ki, biz ona qibtə eləyək? Həzrət buyurdu ki, ən qibtə olması şəxs torpaq altında əzabdan qurtulub, mükafat gözləyən bədənin sahibidir. Yəni, yeganə qibtə olunan insan o insandır ki, o öz dünyasını dəyişib, artıq o torpağın altında əmindir ki, onun yeri cənnətdir. Yeganə qibtə olunası şəxs o şəxsdir. İndi biz də buna görə bu mövzunu danışdıq ki, həyatda bəzən uğur qazanmağa bizim başımız o qədər qarışır ki, bu uğur qazanmağın da bir nöqtəsi olmur, axı burada kifayətlənəsən. Elə onu qazanırıq, bunu istəyirik, bunu istəyirik, onu istəyirik, kifayətlənməyi də bacarmırıq. Kifayətlənməyi də bacarmadığımız üçün yaşamağı unuduruq. Müvəffəqiyyəti o qədər bəzən mürtəkib oluruq ki, bəli, Allah istəyir insan uğur qazansın, xüsusən müsəlman bir adam müvəffəqiyyət qazansın, hamıdan daha öndə olsun, hamıdan daha yaxşı imkanı olsun, niyə olmasın ki? Amma yaşamağı unutmayaq. Əsas məsələ budur. Allah istəyir ki, insan yaşamağı unutmasın. Buna görə görürsünüz ki, bəzən soğan çörək yeyən biri daha xoşbəxt olur. Əlində milyon olan adam daha bədbəxt olur. Bilirsiniz niyə? O soğan çörək yeyən adam yaşamağı unutmur. Amma bu milyonu olan adam da kifayətlənməyi bacarmır. Kifayətlənməyi də bacarmadığı üçün elə yaşamaq da onun yadından çıxır. Bir də gözünü açır, görür ki, bəs ömür gedib axır-axırdır. Allah mütəallıdan istəyir ki, Allah bizi Quran və Əhl-i Beytdən ayrı salmasın. Allahdan istəyir ki, Allah bizi öz gözümüzdə kiçiltməmiş başqalarının gözündə ucatmasın. Allah mütəallıdan istəyir ki, Allah mütəal kimin nə sıxıntısı, narahatlığı, çətinliyi varsa, Quran və Əhl-i Beyt əleyhissalama xatir inşallah ki, həll eləsin. Allahdan istəyir ki, Allah bizi zəmanənin imamının xidmətçilərindən qərar versin. İtaat və ibadətlərimizin qəbulu üçün, zəmanənin imamının salamatlığı üçün Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr edək.